Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər. Kviryan. Rusiyanın Ermənistan planı bəlli oldu. 3 gün sonra nə baş verəcək? Medvedev erməniləri qorxutdu. Paşinyana görə bunları itirəcəksiniz. CHP olayı. Qardaş ölkədə nə baş verir? Özərin şərhi. Paşinyanın keçdiyi yollara belə cadu etdilər. Məndən tez-tez Rusiyanın Ermənistandakı bazasından hansı şəraitdə istifadə edəcəyi soruşulur. Bunu erməni analitik Argishti Kviryan yazıb. O, Rusiyanın Ermənistana hərbi müdaxilə ehtimalının mümkün olduğunu bildirib. Sizə bir ssenari deyim. Təsəvvür edin ki, Ermənistana bir neçə min erməni əsilli Rusiya vətəndaşı gəlir və nədənsə yerli hakimiyyət onları deportasiya etmək qərarına gəlir. Moskvanın bu yaxınlarda xaricdəki Rusiya vətəndaşlarının maraqlarını qorumaq üçün ordudan istifadə edilə biləcəyi barədə qanun qəbul etdiyini xatırlayın. Yəni, Ermənistandakı hadisələrə müdaxilədə Rusiya hərbi bazasından istifadə edə bilər. Qeyd edək ki, Ermənistanda qarşıdan parlament seçkilərinin gəlməsi fonunda ölkədə təhlükəsizlik və xarici təsir mövzusu yenidən gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, Moskvanın xaricdəki Rusiya vətəndaşlarının müdafiəsi adı altında hərbi müdaxilə imkanını nəzərdə tutan qanunu xüsusilə Ermənistanda ciddi narahatlıq yaradır. Rusiya Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaq üçün layihə hazırlayır. Bu iddia ilə Hıraprak nəşri çıxış edib. Nəşr yazır ki, Moskva layihəni 28-29 may tarixində Avrasiya İqtisadi Birliyinin Astanada keçiriləcək iclasında təqdim etmək niyyətindədir. Ermənistan hakimiyyətinin Astanada keçiriləcək iclasdan həyəcanlı gözləntiləri var. Sir deyil ki, Ermənistan-Rusiya münasibətləri gərgindir. Paşinyanın Moskvaya son səfərindən və 4-5 may tarixində Avropa Siyasi Birliyinin İrəvanda keçirilən iclasından sonra bu özünü daha qabarıq şəkildə göstərir. Rusiya ritorikanı sərtləşdirib. Erməni iş adamlarının məhsullarına sanksiyaların tətbiq edilməsi də belə addımlardan biridir. Əvvəlki həftələrdə birbaşa Putin Ermənistanın xarici siyasət seçimində qərar verməsini tələb etdi. Ya Avrasiya İqtisadi Birliyində qalırsınız, ya da Avropa İttifaqına qoşulmaqdan imtina edirsiniz, ya da çıxırsınız. Putin açıq mətinlə bildirdi ki, Ermənistanın Avropa İttifaqına qoşulmaq planları xüsusi diqqət tələb edir. Əlavə etdi ki, Rusiya Ermənistan xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcək. Hətta xalqın qərar verə bilməsi üçün referendumun keçirilməsini təklif etdi. Nəşr iddia edir ki, Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvlüyü ilə bağlı qərar vermək niyyətindədir. Paşinyan Astanada keçiriləcək iclasda iştirak etməyəcək. Səbəb kimi seçki kampaniyasını göstərir. Onu müavini Mihir Qriqoryan əvəz edəcək. Məlumatlara görə Rusiya Astana iclasında Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması layihəsini təqdim etməyə hazırlaşır. Məsələni gündəmə daxil etmək niyyətindədir. Lakin Qazaxıstan buna veto qoyub. Avrasiya İqtisadi Birliyində qərarlar konsensus yolu ilə qəbul edilir. Ermənistan hakimiyyəti ümid edir ki, Türkiyə və Azərbaycanla yaxın olan Qazaxıstan Rusiyanın istəyinin baş tutmasına imkan verməyəcək. Hərçənd Avrasiya İqtisadi Birliyi qaydalarına görə başqa həll yolları da mövcuddur. Misal üçün, İcra orqanının bu qərarı səsvermə olmadan təsdiqləməsi mümkündür. Bu halda qərar tam qüvvəyə minməsə belə Ermənistan üçün bir çox məhdudiyyətlər yaradacaq. O da məlumdur ki, Rusiya Ermənistana Avrasiya İqtisadi Birliyindən çıxarmadan belə böyük zərər verə bilər. Onun bir çox təsir rıçaqları və çox saylı ikitərəfli müqavilələri var. Nəşr yazıb. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasət kursunu sərt tənqid edib və bu siyasətin Ermənistan xalqı üçün ciddi risklər yaratdığını bildirib. Bu barədə o, RIA Novosti agentliyinə danışıb. Medvedevin sözlərinə görə Paşinyan Rusiya ilə münasibətlərin kəsilməsi istiqamətində kurs götürüb. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Ermənistan rəhbərliyinin addımlarına tənqidi yanaşaraq bildirib ki, bu siyasət ölkə üçün təhlükəli nəticələr doğura bilər. O, həmçinin emosional ifadələrə də yer verərək Ermənistan rəhbərliyinin Rusiyaya münasibətinə dair sərt fikirlər səsləndirib. Medvedevin sözlərinə görə Paşinyan səhv siyasi koordinat seçib və bu yanaşma ilk növbədə sadə vətəndaşlara zərər verə bilər. Rusiya rəsmisi iqtisadi nəticələrə də diqqət çəkib. Onun sözlərinə görə Ermənistanın hazırki kursu davam edərsə, ölkə Rusiya bazarı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində formalaşmış iqtisadi əlaqələrdən məhrum ola bilər. Enerji məsələsinə toxunan Medvedev qeyd edib ki, Ermənistan hazırda Rusiya qazını Avropa bazarına nisbətən daha ucuz qiymətə əldə edir. Onun
Onun fikrincə, əlaqələrin zəifləməsi bu üstünlüyün itirilməsinə və daha yüksək qiymətlərlə enerji idxalına gətirib çıxara bilər. Rusiya rəsmisi əlavə edib ki, bu halda Ermənistanın enerji resurslarını təxminən 3 dəfə baha qiymətə almaq məcburiyyətində qalması mümkündür və bu əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə bilər. Hazırda Moskva ilə İrəvan arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunur. Ermənistan rəhbərliyi son dövrlərdə qərb strukturları ilə yaxınlaşma və kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı çərçivəsində əməkdaşlıqdan uzaqlaşma istiqamətində addımlar atır. Cümhuriyyət Xalq Partiyasında Özgür Özəlin sədr seçildiyi qurultayla bağlı bir millət vəkili etiraz ərizəsi vermişdi. İddialarda deyilirdi ki, nümayəndələrə müəyyən rüşvətlər verilib. Lakin bununla bağlı məhkəməyə heç bir konkret sübut təqdim edə bilmədilər. Bu sözləri Axar TV-yə açıqlamasında Türkiyəli politoloq Engin Özər Türkiyədə baş verən son hadisələr barədə danışarkən deyib. Onun sözlərinə görə, bundan sonra Ankaradakı yerli məhkəmələrdən biri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, Kemal Kılıçdaroğlu yenidən sədr vəzifəsinə qaytarılıb. Halbuki bu qurultaydan sonra Cümhuriyyət Xalq Partiyası Özgür Özəlin rəhbərliyi altında tarixində görünməmiş dərəcədə uğurlu nəticələr əldə etdi. Xüsusilə də yerli seçkilərdə. Hətta partiyanın səs faizi iqtidar partiyasını da geridə qoydu. Yerli məhkəmənin belə bir qərar verməsi çox da hüquqi görünmür. Çünki ortada Yüksək Seçki Qurumu kimi bir institut var. Belə qərar cəmiyyətdə ciddi sual yaratdı. Bütün bunlar bir araya gəldikdə insanlarda belə bir fikir formalaşdı ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın zamanda növbədənkənar seçki qərarı ala və yenidən namizəd ola bilər. Burada məqsəd müxalifəti yönləndirmək, yəni seçki yarışına öz istədiyi rəqiblərlə çıxmaqdır. Burada maraqlı məqam odur ki, küçələrə çıxan və dəstək verən insanların hamısı CHP tərəfdarı deyil. İnsanlar Türkiyədə azad seçkilərin davam etməsi üçün mübarizə apardıqlarını düşünürlər. Politoloq etiraz edənlər arasında liberalların, kommunistlərin, hətta mühafizəkarların da olduğunu deyir. Fərqli siyasi baxışlara sahib çox sayda insan bir araya gəlib, hətta onların bəlkə də 70-80%-i CHP tərəfdarı deyil. Bütün bu təzyiqlər fonunda Özgür Özəl daha da güclü bir lider kimi ön plana çıxdı və görünən odur ki, qarşıdakı dövrdə keçirilə biləcək növbədənkənar prezident seçkilərində müxalifətin əsas namizədi ola bilər. Ermənistanda seçki günü yaxınlaşdıqca ölkənin siyasi gündəmində qalmaqallı və gülməli hadisələrin də sayı artır. Yerli mediada gündəm olan belə hadisələrdən biri Avanda baş verib. Mamul nəşrinin yaydığı məlumata görə Baş nazir Nikol Paşinyan seçki kampaniyası zamanı Avana baş çəkdikdən sonra müxalifət tərəfdarı olan yerli fəallardan biri gülməli addım atıb. Jurnalist Suzi Badoyan yazır ki, insanlar küçə və yollara düşərək Paşinyanın keçdiyi yerləri təmizləməyə başlayıblar. Söhbət dini mərasim və ya rituallarda istifadə olunan xüsusi qabdan və ondan çıxan tüstü ilə məkanın şər qüvvələrdən təmizlənməsindən gedir. Video sosial şəbəkələrin erməni segmentində geniş müzakirələrə səbəb olub. Bəzi fəallar yazırlar ki, bu dini təmizləmədən çox Nikola cadu edilməsinə oxşuyur.